Hörmətli xanım sədr, hörmətli həmkarlar, dəyərli media nümayəndələri. Ulu Öndər Heydər Əliyev 1990-cı il iyul ayının 20-sində Moskvadan Bakıya qayıtdı. Və o zamanki hakimiyyət cəmsi 2 gün dözə bildi ki, Ulu Öndər Heydər Əliyev Bakıda qalsın və 22 iyulda Naxçıvana döndü və Naxçıvanda xalqımız Ulu Öndərə qucaq açdı. Çünki elə bir şəxsiyyətin tarixi qayıdışı baş vermişdi ki, o 1990-cı ildə xalq yiyəsiz, başsız qalanda, sahibsiz qalanda ona sahiblik etmişdi və 20 yanvar faciəsini bütün dünyaya çatdırmışdı və bu faciənin qurbanlarına elə hökm də oxumuşdu. Və bugün tam məsuliyyəti ilə bunu söyləmək olar ki, əgər Ulu Öndər Heydər Əliyev 90-cı ilin iyul ayında və 91-ci ilin sentyabr ayında onun hakimiyyətlə Naxçıvanda gəlişi deməli, təmin edilməsəydi, belə olan vəziyyətdə biz sonralar yəqin ki, torpaqlarımızın işğal altında olmasıyla bağlı faktı dilimizə gətirərkən başqa bir acı həqiqətdə söyləmiş olardıq. Deyərdik ki, ərazimizin 20% işğal altındadır, daha 20% yox, daha çox işğal altında olacağını deyəcəkdik. Biraz da açıq desəm, deyəcəkdik ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon və Naxçıvan işğal altındadır. Bircə Heydər Əliyevin hakimiyyətə gəlişi Naxçıvanda imkan vermədi ki, Naxçıvanı ermənilər işğal etsin. Halbuki Naxçıvanı işğal etmək digər ərazilərimizi işğal etməkdən qat-qat asandı idi. Çünki Ermənistanla sərhəddə idi. Təkcə Heydər Əliyev fenomeni bu faciənin qarşısını aldı və eyni məntiqlə söyləyərdim ki, əgər Ulu Öndər Heydər Əliyev 1990-91-ci il reallığında Azərbaycanda hakimiyyətə gəlsəydi, bu halda nə torpaqlarımız işğal altına düşəcəkdi, nə Xocalı faciəsini yaşayacaqdik, nə vətəndaş müharibəsi təhlükəsi olacaqdı və Azərbaycanın daha böyük, daha təntənəli inkişafı təmin ediləcəkdi. Sözlərimin təsdiqi kimi onu qeyd edeyim ki, 1997-ci ilin iyul-avqust ayında Ulu Öndər Heydər Əliyevin Birləşmiş Ştatlara 10 günlük ilk rəsmi səfəri oldu və bu səfər zamanı Ulu Öndərə Houston şəhərinin meri ABŞ-ın 16-cı prezidenti Abraham Lincoln'un büstünü bağışladı. O şəxsin ki, Amerikalılar Abraham Lincoln'la ömürləri boyu minnətdarlıq eləyirlər və söyləyirlər ki, əgər o olmasaydı, bugünkü bütöv Birləşmiş Ştatlar, bugünkü fövqəl dövlət olmazdı. Yəni parçalanmış, 2 hissəyə bölünmüş bir Birləşmiş Ştatlar olardı. Abraham Lincoln ABŞ-ın bütövlüyünü qoruyub saxladı və eyni məntiqlə söyləmiş olurlar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın bütövlüyünü qoruyub saxladı, onun parçalanmasının qarşısını aldı və Azərbaycanda vətəndaş müharibəsinə son qoydu. Və xalqımız həm də Ulu Öndər ona görə minnətdardır ki, o özündən sonra İlham Əliyev kimi böyük bir şəxsiyyəti